Əgər siz də mətbəx mebelləri və digər mebellərdə barmaq izlərini, yağ ləkələrini və digər ləkələri necə təmizləyəcəyinizi düşünürsünüzsə və təmizləyərkən hər hansı bir mebeldə ləkələr, kimyəvi qalıqların yaranmasını istəmirsinizsə və həmçinin əllərinizdə problemlər yaransın istəmirsinizsə, sizə 3 vasitədən danışmaq istəyirəm. Ümumi təmizlik dəsti kimi görsənir və digər səthlərdə də istifadə edə bilərsiniz. Fiber dəsmal və mistik pasta ilə yağlı ləkələri, barmaq izi düşmüş ləkələri təmizləyirsiniz. Daha sonra isə qurulama və parıldatma etmək üçün fiber dəsmalından sadəcə silib əl izlərini, yağ ləkələrini oradan tamamilə təmizləyirsiniz. Bu vasitə hər iki fiberlər 2 ildən çox istifadə etmək olur. Mistik pastanı isə 5-6 ay rahatlıqla istifadə edə bilərsiniz. Bu isə yekun olaraq təmizlik.